Bakıda Halal Biznes Forumunun ikinci günü start götürüb. Tədbirdə qlobal yaşıl keçid diskursunda KOB-ların rolunun artırılması, KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası haqqında birgə bəyannamə, Qafqaz və Mərkəzi Asiyada halal turizmin inkişafında tarixi irsinin rolu, halal sənayesinin inkişafında qadınların rolu müzakirə edilib. Məhsullarımızın əksəriyyəti məhz halal sertifikatı ilədir və bu da bizim ölkəmizdə çox vacib bir şeydir. Bəzən insanlar düşünür ki, kosmetikadır, bunun halala nə aidiyyatı var? İndi daha çox bizim xanımlarımız, hicablı xanımlarımız da vardı, ibadət edən xanımlarımız vardı. Onlar üçün də vacibi olan odur və təbii ki, ona xüsusi məhsullar da lazımdır. Məsəl üçün dırnaq boyaları olsun və yaxud da hər hansı bir məhsullar, dodaq boyası olsun, onun tərkibində hər hansı bir donuz yağı olmasın. Minimal qiymətlərimiz 1 manat yarımdan başlayır. Cəmi 3 manat 40 qəpiyə, misal üçün siz hər hansı bir şampun ala bilərsiniz və ən bahalı kremimiz, misal üçün götürsək biz